Son günlər Ağcabədidə yeniyetmə qızın 24 yaşlı pedofildən uşaq dünyaya gətirməsi mediada geniş müzakirələrə səbəb olub. Daxili İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının valideynləri Ağcabədi rayon polis şöbəsinə dəvət olunaraq onlarla profilaktiki söhbət aparılıb. O, profilaktik uçota alınmaqla valideynlərin himayəsinə təhvil verilib. Xatırladaq ki, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmal Ağazadə Facebook hesabında bildirmişdi ki, hadisədə adı hallanan kişi məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 152.4.1 maddəsinə uyğun olaraq 6 il azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad edilib. İndi 24 yaşlı oğlan həmin azyaşlı ilə bir evdə yaşayır və qızın 18 yaşı olanda nikah kəsəcəyini gözləyir. Ağcabədi rayon İcra Hakimiyyəti güya nəzarətə götürüb. Azyaşlının ailəsi qızdan imtina edib.